Gördüyünüz kimi xəritədə yerimiz bura göstərilir. Təyyarə indi o qurğu çöldədir. Pilotsuz aparatının beyni çöldədir də, ümumi konstruksiyası. Burada isə onun çöldə ona görə ki, otaq şəraitində peşinə əlaqə saxlaya bilmir. Bu səbəbdən mən onu çölə qoymuşam. Kalibrləmə zamanı problem yaşadım. 5615 metr tez-tez baro GPS səhvliyi verir. 15 burada görürsünüz 13. Nə bilim 10, 11 və s. 7. Bu deməkdir ki, barometr pikabın içində olan sensora hava girir. Çöldə biraz hava küləklidir, ora girir və error verir. Bunu da açandan sonra yazırıq kompas axtarış bölməsində kompas use. Ola 1 enable. Mən bunu disable eləməliyəm ki, oxumasın. Burada da yazılır. Are you sure? Yes. Successful. Saved. Okay. Bunu hazırladıq. İndi biz təzədən nə etməliyik? Yenidən bunu itirməkdən ötürü GPS-i yenidən kalibrə eləməliyəm. Burada manual moddadır. Bu ox işarəsi o deməkdir ki, bu ox işarəsi aralarında fərq olmalıdır. Rəqəm olmalıdır.